İndi sual-cavab hissəsinə keçək. Tak, deməli, birinci 23-cü masa, bəy, sənət olmasa bir-bir çalışacağım. Tak. Hər vaxtınız xeyirli olsun. Şahverdiyev Fərid. Sualım mənim olacaq Ramil bəyə. Mən özüm satış sahəsindəyəm və biz hamımız bilirik ki, indi şirkətlərin çoxundan marketinqlə satış arasında olan fikirlərdə çox vaxt ziddiyyət olur. Məqsəd bir olsa da daha çox ziddiyyət görürük və sualım ondan ibarətdir ki, Araz marketlər şəbəkəsində siz bu iki funksiyanın sinxron işləməsini təmin etmək üçün hansı strateji həll yollarından istifadə edirsiniz? Yoxsa bu ziddiyyət uğur üçün labid olan şeydirmi? Təşəkkürlər. Təşəkkür edirəm sual üçün. Əslində mən çıxışımda da bildirmişdim. Bəli, bunun ziddiyyətini təşkil edən şirkətlər var və biz deyə bilmərik ki, onlar uğursuzdur. Amma biz Araz supermarketlər şəbəkəsi olaraq bir yerdə, bir yumruq kimi işləməyin tərəfindəyik və bu yolda addımlayırıq. Amma keçmişə baxsaq, keçmişdə ziddiyyət təşkil edən hallar da olub. Amma o dövrdə də uğurlu olmuşuq. Amma düzgün kommunikasiya qurulması çox önəmlidir burada və düzgün kommunikasiya nədən ibarətdir? Şirkətin hədəflərini hər iki struktura düzgün çatdıranda və hər iki struktur əslində eyni hədəf uğrunda xidmət göstərəndə, mübarizə aparanda artıq burada bir ayrışmaya gərək qalmır. Və biz də hal-hazırda bu yol ilə davam edirik. Yəni hər ikimiz, hər iki struktur eyni vahid hədəf uğrunda xidmət göstəririk. Amalımız müştərimizi məmnun etməkdir və daha çox müştəri əldə edərək daha çox məhsul satmaqdır. Ona görə bunun da faydalarını görürük və elə bu şəkildə davam etməyi də tövsiyə edə bilərik. Təşəkkür edirəm Ramil bəy. Növbəti suala keçmək üçün öncə yadımızdan çıxıb hədiyyələri deyək. 4 hədiyyəmiz olacaq. 3 spikerimi seçəcək. Birində mən. Dor Group şirkətindən hədiyyə çantası olacaq. Çaytekdən Powerbank. APA şirkətindən 1 aylıq e-bayıq 30 plus abunəliyi və 89-dan bizdən 30 azenlik bir gediş olacaq. Deməli, buyurun bəy, siz, masanı görmürəm. Masanın digər nömrəsini mikrofon götürəndə. Hər kəs salamlayıram. Mənim sualım Nahid bəy olacaq. Sizin yox deməyinizdən olduqca həvəsləndim. Çünki mən də 8 ildir sahibkaram və B məhsulu satırıq. Tərcümə sayəsində bizneslərlə işləyirik və daim yox deməklə biraz tanınırıq bazarda da. Sualım odur ki, sizin 3 dənəsini dediniz, mən 4-cünü soruşacağım. Yəni, niyə, nə vaxt, necəni dediniz, bəs kimə yox demək lazımdır? Daxildə, xaricdə və ya ümumiyyətlə? Kimə yox demək lazımdır? Əslində, 3 sualın hərəsinin cavabına görə bu dəyişə bilir, amma ən əsas kömək olar necə, nə zaman yox deməkdə ilk sual. Doğrudan işləmək istəyirikmi bu müştəri ilə? Bu da əslində sizin indiyə qədər formalaşdırdığınız dəyərdən çox şey asılıdır. Adam var deyir ki, işi mənə verdim, bu işi mən bilirəmsə qarışma. Detalına müdaxilə edən adamdan işləmək istəmirəm. Adam var ki, deyir ki, mənim pulumu kəsmə, nə istəyirsən eləyək. Bu, məncə, yanaşmaya görə çox dəyişir. Amma əsas məsələ nəyə dəyər verirsiniz? İş prosesində sizin üçün vacib nədir? İndiyə qədər olan təcrübə ilə də və ya ilk görüşdəki təəssüratla da artıq bunu seçə biləcəksiniz ki, bu adamlar mənim qırmızı xəttimi keçər, yoxsa yox. Təşəkkür edirəm. 10-cu masadan zəhmət olmasa. Buyurun. Mikrofonlarımız. Salam, mən Fərid Teymurlu. Düzdür, mənim sahəm vergi mühasibatlığı üzrədir. Amma Ramil bəyə sualım var. Siz satış sahəsində effektiv o üsullar var. Onu necə müəyyən edirsiniz ki, bu doğrudur və 100% effekt verəcək? Və bir də kiçik bir tövsiyəni, bunu xidmət sahəsində necə tətbiq eləmək olar? Necə düşünürsünüz? Təşəkkür edirəm. Birinci növbədə düzgün bazar analizləri, ikinci növbədə keçmişə yönəlik data analizləri əsasında biz müəyyən eləyə bilirik ki, hansı addım bizim üçün effektiv ola bilər və ən əsası müştərilərimizin feedbackləri. Yəni, müəyyən bir addımı atanda artıq biz onun nəticəsini asanlıqla ölçə bilirik ki, hansı satışımıza müsbət və ya mənfi təsirlər elədi və növbəti addımlarımızı keçmiş təcrübələrimizə əsaslanaraq müştərilərdən topladığımız feedbacklərə əsasən
müəyyən edirik. Oldu, təşəkkür. Digər sektorlara gəlincə isə fərqi yoxdur. İstənilən sektorda bunu tətbiq eləmək mümkündür. Zaten satışın formulu birinci dediyim kimi hər kəs üçün eynidir. Müştəri vurulsun səbət ortalaması. Ramil, suala əlavə və o feedbackləri necə yığırsınız siz? Feedbackləri həm müştəri sorğuları vasitəsilə yığa bilirik, həm sosial mediadan gələn müraciətlərdən, həm call centerımıza daxil olan müraciətlərdən, Araz əpindən, Araz Market Az veb saytından daxil olan müraciətlərdən. Yəni üsullar və vasitələr çoxdur. Tamam, təşəkkür edirəm. Kamran bəy, 4-cü masa zəhmət olmasa. Mən mikrofonu elə özümdə saxlamışdım, çox sağ olun. Ramil müəllimə sualım var. Əslində, Ramil müəllim bizdə proyektdə qonaq olanda bu sualı tamaşaçıya yönləndirmişdi. Efir qısıtlı idi, bu sualı elə qismət oldu, indi səsləndirim. Siz danışanda efirdə işinizin, xüsusən də satış tərəfinin 7-24 dayanmadan aktivliyi haqqında danışdınız. Çünki burada paralel müştəri məmnuniyyəti var, marketinq var, rəflər var, sosial və s. və ilaxır. Bizim tamaşaçılardan biri yazmışdı ki, universitetə qəbul olanda 4 səhv bir düzə aparır. Bəs sizin sahədə o 4 səhv hansıdır ki, bir dənə gözəl, düz olan layihəni ixtisara sala bilər? Təşəkkür edirəm. Əslində işimizin müsbəti də, mənfisi də müştəridir. Önəmli olan müştəri sayını və layihəliyini qoruyub saxlamaqdır. İstənilən düşünürəm ki, bir şirkətin var oluşunun əsas səbəbi onun müştəriləridir. Amma dediyim kimi, həm burada gedir daxili müştərilər, bizim əməkdaşlarımız, həm də kənardan bizə qonaq gələn müştərilərimiz və bizim bütün layihələrimiz, özəyimiz bundan ibarətdir. Bunu itirmək üçün çalışırıq və artırmaqda fəaliyyət göstəririk və buna da nail ola bilirik. Yəni, elə bir məsələ yoxdur. Amma müştəri gedərsə, hər şey gedər. 4-cü səhvi, 2-ci səhvi gözləmək lazım deyil. Birinci də müştəridir, 4-cü də müştəridir. Təşəkkür. 7-ci masa, zəhmət olmasa. Sonra bu tərəfdən inşallah sual olacaq. Hər birinizi salamlayıram, Ağbaba Dadaşov. Sualım Ramil bəyədir. Ramil bəy, hər bir şirkət rəhbəri satış əjdahası deyə bir işçi axtarır, satış departamentinə rəhbər götürəndə. Siz isə deyirsiniz ki, marketinqin qoyduğu qanunla getsə, satış heç bir improvizə eləməsə, 100% uğur əldə eləyəcək. Əgər belədirsə, o zaman satış əjdahasına nə ehtiyac var? Sualım bu qədər. Birincisi, əjdaha təkcə satışda olmalı deyil. Əjdaha elə bütün strukturlarda olmalıdır. Məsələn, bizim 12.000 nəfərdən çox əməkdaşımız var və biz hər birinin haqqında əjdaha da deyə bilərik, canavar da deyə bilərik. Yəni, ən belə mükəmməl dəyərlərlə ifadə edə bilərik. Qaldı ki, sizin məsələyə sonunda o deyilən sözü, edilən, yazılan strategiyanı həyata keçirmək üçün də satış komandası lazımdır. Təbii ki, güclü bir satış komandası olmazsa, bayaq dediyimiz kimi bizim ofislərdə dediyimiz yalnız yaxşı sözlərdən ibarət ola bilər. Və əlbəttə ki, güclü, o sizin dediyiniz kimi əjdaha satış komandası lazımdır ki, o deyiləni yaxşı mənada ortaya çıxarda bilsinlər. O zaman marketinqin dediyi ilə getdiyi deyə bir şey olmur da. Yəni, ortaq müştərək qərar verib, satışın improvizəsi orada öz rolunu oynayır. Xeyr. Marketinq yazır, improvizəni eləyir, satışa artıq improvizəyə gərək qalmır. Satış improvizə eləyirsə, demək ki, marketinq yerində deyil. O zaman satış icrasıdır. Satış, bəli, əməliyyat standartlarına əməl eləyir. Onun elə əjdahalığı o əməliyyat standartlarını qoruyub saxlamaqdır. Razı deyiləm, amma yenə təşəkkür. Mən təşəkkür Dava edirəm. düşəcək birazdan bizə. Mən marketing tərəfindəyim, Ramil bəy, siz yenə bir yerdəyim mən. Buyurun. Salam, axşamınız xeyir. Masa nömrəsi zəhmət olmasa. 25. 25. Sualım Nahid bəyədir əslində. Bizdə 600-dən çox məhsul satış edən bir firmada çalışırıq biz və dilerlərə qiymət veririk və verdiyimiz qiymətləri dilerlər bizdən daha fərqli yöndə istifadə edirlər tam olaraq. Və yekun nəticədə biz dilerlərə belə deyək, yox deyə bilmədiyimizə görə dilerlərin satışı əslində çox olur, bizim satışımız az olur və dilerlərin satdığı qiymətlər bizim minimal satış qiymətlərimizdən daha aşağı olur. Sizcə biz hansı bir istiqamətdə, hansı bir yol izləməliyik ki, həm satışlarımızı düzəldək, həm də dilerləri itirməyək. Yəni, nə şiş yansın, nə kebab. Bəncə, burada sizin yanaşma çox vacibdir. Siz özünüzü distribüsiya şirkəti kimi görürsünüzsə, dilərlər üstündən çox rahat davam edə bilərsiniz. Əgər yox,
öz məhsullarının üstündən gedirsinizsə, yəni satışı özünüz həyata keçirmək istəyirsinizsə, məncə çox net bir standart müəyyən edə bilərsiniz ki, bu qədər dövriyyədən sonra bu qədərlik bir endirimə gəlirik, deyək ki, 50 minə qədər 5%, 50 mindən 100 minə 10%, 100 mindən yuxarı 15%. Həm qarşı tərəfdə bir maraq yaranır ki, sata bilmirəm deyə endirimim yoxdur və daha çox satsam endirimim olacaq. Bir növ yox demədən yox deyirsiniz əslində. Yəqin ki, cavab verə bildim. Sual cavab tamamlandı. Baxışdı. 21 deyəsən idi. Masa xanım əl qaldırmışdı. Yoxsa? Yox. Bu? Buyurun siz. Aha. Masa görmürəm. 18. Yox, bu xanım mavi köynəkdə, ya mavi rəngdə bu. Daltonikam mən biraz. 17. 17. Bir daha salam. Lalə Əlisoy. Sualım Ramil bəyədir. Ramil bəy bildirdi ki, müştəri məmnuniyyəti bizim prioritetimizdir. Sadəcə bilmək istəyirəm ki, müştəri şikayət və təklifləri hansı formada tənzimlənir və yəni bu proses necə sonlandırılır? Təşəkkür edirəm. Təşəkkür edirəm sualınız üçün. Biz müştərilərdən feedbackləri müsbət və ya mənfi olsun alırıq sosial şəbəkələr üzərindən, call centerımız vasitəsilə, Araz appdə olan Araz Baba chatbotu ilə, həmçinin Araz Market Az veb saytı vasitəsilə və ya fiziki mağazalarımızla ala bilərik. Ən gec ehtimal bir iş günü ərzində müştərinin problemi varsa, şikayəti varsa həll edib mütləq geri dönüş etməliyik. Ən geci bir iş günü ərzində. Okey, buyurun bəy. Neçənci? 19? 18. Salam, hər vaxtınız xeyir olsun. Ənvər bəy, sualım sizə olacaq. Mən Pərviz Qurbanlı, BTL şirkətinin həm satış, həm də servis meneceriyəm. Biz tibbi avadanlıqları satarkən, məsəl üçün belə deyək, hal-hazırda ölkəmizdə estetik və plastik cərrahlara qarşı müəyyən bir belə deyək, əməliyyat keçirilir və bunu da yansıdıblar lazer epilyasiyası cihazlarına da, yəni bunu da şamil ediblər və ölkədə bütün lazeroloqların hamısının qapısını bağlayırlar, belə deyək. Və bunu hal-hazırda fizioterapevtlərə də yansıdırlar bu məsələni. İndi fizioterapistlərlə fizioterapiya, həkim fizioterapevtlərin arasındakı fərqə görə onlar həkim kimi işləyə bilər və yaxud işləyə bilməz kimi hal-hazırda ölkədə belə deyək bir əməliyyat aparılır. Məsələ sual nə idi? Türkiyədə hal-hazırda bildiyimiz qədər bu kolaya və Pepsiyə qarşı bir qaralama kampaniyası var. Bu da bilirsiniz, yəni bu İsraildən və Fələstin arasında olan müharibəyə görədir, məsələyə görədir. Siz bu məsələni necə çözürsünüz, bu problemi belə deyək? Satışlarınızı hansı yönümdən artırmağa çalışırsınız ki, ölkədə bu provokasiya, bu belə deyək, sizin məhsullarınıza qarşı istifadə eləməmək. Çünki bilirsiniz ki, bir çox böyük şirkətlər artıq qapadıblar. KFC kimi şirkət artıq Türkiyədə öz ofisini qapadıb və ayrılıb, çəkilib Türkiyədən. Və siz bu problemi necə həll edirsiniz? Nə cür yanaşırsınız bu məsələyə ki, sizin satışlarınız belə deyək, Türkiyə ərazisində, Türkiyədə azalmasın, əksinə yuxarı doğru getsin. Bu məsələ ilə bağlı zəhmət olmasa. Sorunuzu anladım. Sadece PepsiCo ağzıyla bunu cevap veremem şu anda ama genel anlamda cevap vereceğim. Böyle durumlarda firmalar şunu yapar, sessiz kalır ilk başta. Yani çünkü vereceğiniz cevaplar hepten yanlış yapabilir. Burada örnek verirsek Coca-Cola'dan bahsedebilirim. Coca-Cola'nın buradaki stratejisi biraz daha içinizden biri gibi kendini göstermek oluyor. Yani benim kendi düşüncem. Çünkü reklamlarında işte Ayşe'nin emeğiyle üretilmiştir, Ali'nin emeğiyle üretilmiştir, Mehmet'in emeğiyle üretilmiştir diye şişelerin üstüne de bu şekilde şey yazıp aslında ürünün Türkiye'deki fabrikalarda üretildiğini, bir Türk ürünü olduğunu, zaten Coca-Cola içecek de aslında bir Türk markası. Anadolu gruba ait bir marka. Bu şekilde biraz daha aslında insanlara bunun yerli bir marka olduğunu yansıtmaya çalışılacak stratejiler yapılıyor. Özellikle işte şeylerde Türkiye'de üretilmiştir diye raflarda bu tarz şeyler konuyor ki
insanlar hani bunun aslında yabancı bir marka olmadığını, burada üretildiğini gösterip bir şekilde bu boykot sürecini kırmaya çalışıyorlar. Satışlarda tabii ki de satışlar zarar görebilir. Yani bu insanların tercihidir. Yani insan sizi almak istemezse almaz. Ama firmalar burada çok temkinli davranır. Direkt böyle atlamazlar olaya. Genelde çok yavaş hareket ederler, ağır hareket ederler ki doğru stratejiyi versinler diye. Şu da bir şey, zaman her şeyi unutturuyor. Belli bir şeyi zamana bırakmak da aslında işleri daha kolay hale getiriyor. Onu söyleyebilirim. Teşekkür ederim. Masa 22, sonra 14. Sonra 14. Sonra speaker masası. Salam, adım Ümidədir. Sualım Ramil müəllimədir. Ramil müəllim, siz 360 dərəcə toxunuş prinsipini bir idarəçi olaraq komandanıza necə tətbiq edirsiniz? Təşəkkür edirəm. Yeri gəlmişkən Ümida xanım bizim komandanın həmkarıdır. Komandamla düzgün kommunikasiya qurmaq, birinci növbədə ədalətli iş mühiti yaratmaq, hansı ki, hər bir əməkdaş rahat bir şəkildə mənimlə eyni fikirdə olmadığını açıq və net bir şəkildə deyə bilər, çəkinmədən. İkinci, öz etirazını və təkliflərini deyə bilər rahat bir şəkildə və ən əsası səmimi ortam yaratmaqla onların hər birinin əslində bizim bir parçamız olduğunu sözdə deyil, əməldə olaraq hiss etdirməklə. Yəni, dolayısıyla marketinq komandasını elə biz bir yerdə idarə edirik, mən tək idarə eləmirəm. Düşünürəm ki, onlar bu vəsilə ilə hamısı bütün işlərin içindədirlər. 14, masa 14. Salamlar. 189 şirkəti Jalə Səmədli. Sualım Nahid bəyədir. Rəqib şirkətlərin satış və marketinq strategiyalarını nəzərə alaraq biz şirkətdə nə kimi yeniliklər və dəyişikliklər edə bilərik ki, bazarda daha da güclənək? Çox ucu açıq sualdır deyə net bir cavab vermək çox çətin olacaq. Amma real işləyən кейslərə baxa bilərsiniz ki, deyək ki, taksi seçimində nə drive eləyir insanları. Mən bugün Yango istifadə eləyirəmsə, niyə? 189-da nəyi tapa bilmədim ki, keçirəm Yangoya və bunu digər bütün rəqiblər üçün tətbiq eləyə bilərsiniz ki, taksi seçimindəki əsas driver nədir? Bir ara, məsələn, sürücülərin öz davranışları idi ki, 189-da bu problemi siz yaşamamısınız. Amma əksər şirkətlərdə buydu məsələ. Bugün üçün qiymətlər də bir standarta gəldiyi üçün böyük bir fərq yoxdur. Yəni, indiki halda fərq nədirsə, məncə bunu ən real istifadəçilər deyər ki, Yango-nu niyə seçir, Uber-i niyə seçir? Artıq seçim səbəbinə görə də nələrsə dəyişə bilərsiniz. Okey, speaker masası, zəhmət olmuşsa mikrofonu bura. Bir daha spikerlarımızı alqışlayıram. Rifət Şirinov. Mənim sualım Nahid bəyədir. Biz hamımız çox gözəl bilirik ki, Azərbaycan bazarında böyük müştəri kütləsi çox həssasdır. Bəs biz yox deyəndən sonra həmin müştərilərə necə dönə bilirik? Əslində, yoxun ən vacib hissəsi necə yox dediyimiz olduğunu vurğuladım bayaq. Yoxu xətrə dəymədən doğrudan bir şeyə əsaslandırsaq, məncə əslində hə deməkdən daha yaxşı da ola bilər. Məsələn, nümunə versəm, bütün şeylər təmsilidir. Deyək ki, bir satış halında hər hansı bir şey istənir bizdən və biz onu ciddi qarşılaya bilməyəcəyik. Və qarşılaya bilməyəcəyimiz şeyə vaxtında yox demək ki, bu işə girsəm, rəqib qədər keyfiyyət verə bilməyəcək. Məncə dürüstlüyümüzü daha çox göstərər. Sabah bir şeylə qabaqlarına çıxanda ki, bu məhsulu təklif eləyə bilərəm, biləcək ki, artıq sadəcə satış dərdində deyilik. Doğrudan qarşı tərəfin bir nəticə əldə eləməyini, bir şeyini həll eləməyi düşünürük. Məncə reputasiyamıza da, güvəniliyimizə də ciddi təsir eləyə bilər, yox. Təşəkkür edirəm. Şəbnəm xanım. Teşekkür
Təşəkkürlər. Mənim ilk sualım Nahid bəy olacaq. Çox maraqlı bir mövzu ilə bağlı danışdı, amma etiraf edək ki, satış mütəxəssislərinin hər biri yox deməyə bacarmır və satış mütəxəssisi hə deyəndə bonus və komissiya almış olur. Və bu bir çox vaxt bu hə bir şirkətdə hansısa bir problemə də yol aça bilər. Bunu necə tənzimləmək mümkündür? İkinci sualım Ənvər bəyə olacaq. Ənvər bəyə də sualım mövzusu ilə bağlıdır ki, maraqlı bir sürətli qərar vermədən danışdı. Çox vaxt sürətli qərar vermə zamanı yanlış qərar ola bilir və müştəri peşmanlığı yaranır. Burada neçə faizlik bir belə deyək proses olur, hansı ki müştəri təzədən geri dönüş edir, əslində peşman oldu, aldığı üçün peşman olduğunu bildirir. Və üçüncü sualım da eyni zamanda Ramil bəy olacaq. Bizim müsahibəmiz olmuşdu və mən bilirəm ki, sizin yolunuz həm də satışdan keçir. Özünüz burada bildirdiniz ki, satış mütəxəssisləri, marketinq mütəxəssislərini günahlandırmasın ki, siz kampaniyanı yaxşı eləməmsiniz deyə bizim satışımız olmayıb. Etiraf edin, siz özünüz də satışda işləyəndə, marketinqdə çalışmadan əvvəl belə bir şey etmişsiniz. Çox sağ olun. Nahid bəy birincisi, sonra Ənvər bəy. Əslində sualınıza ən gözəl cavabı Əsəd bəy çıxışında verdi, SNOP. Yəni satış əslində ayrıca tam muxtar fəaliyyət göstərən bir qurum deyil. Satışın arxasında marketinq var, satışın vədlərini reallaşdıran operation komandası var və sektora görə müxtəlif komandalar ola bilər. Amma bunu tənzimləmək hər zaman real bir, tutaq ki, böyük tutumlu bir, çox komandaya sahib olan şirkət üçün çox da real deyil. 100%. Ona görə əlaqəsiz olmamalıdır bu qurumlar ki, bunu nizamlayıcı bir nəfər satışdan gələn istəklərin qarşılana bildiyinə birinci növbədə baxmalıdır. Məsələn, bugün Azercell deyil, başqa bir mobil operator reklamlarda çox yaxşı gedir. Mən də aldım nömrə. Axırda yenə Azercell-ə qaydası oldum. Çünki marketingin iddiasına operation cavab verə bilmədi. Yəni, call center-a belə düşə bilmirdim. Deyirdilər, çoxdur müraciət. Dedim, çünki işləyə bilmirsiniz. Amma marketing hələ də reklamlarına davam eləyir. Yəni, birinci növbədə marketingin vədlərinə və ya satışın vədlərinə operation cavab verə bilirmi? Budur. İkinci, biz bu dəqiqə media balansda da eyni sistemi tətbiq edirik. Fərqli-fərqli KPI qoymaq yerinə OKR deyilən bir yanaşma var. Birinci bir dənə main objektiv təyin olunur. Deyək ki, satışları 5% artırmaq. Bu smart olmalıdır birinci növbədə. O objektivə çatmaq üçün hər departamentin payına düşən iş. Bir yerdən bölündüyü üçün artıq bir-birini dəstəkləyir. Bəzən satış çox sata bilər, amma arxasında artıq iş gücü buna tab gətirmir. Satış deyək ki, endirimli satır, məhsuldan qalan gəlir, arxadakı operation maaşını verməyə belə bəs eləməyə bilir. Yəni, bunu nizamda saxlamaq üçün ən yaxşısı bütün hədəflərin mərkəzdən bölünməyidir və bir nəfər mərkəzi qovşaq olaraq fəaliyyət göstərsə, məsələn, marketing operation isə MAROPS deyə, məsələn, bir title ola bilər, DevOps var IT-də. Developerla operationu birləşdirir. Eyni şey, marketingin vədini və ya satışın vədini operationda reallaşmağını təmin edən bir nəfər və ya bir sistem. İkinci sual Ənvər bəydir. Ben soruyu doğru anladıysam sürekli indirim vermek ya da promosyon yapmak marka imajını negatif etkiliyor. Yox, əslində müştərinin tez alış etmək üçün qərar verməsini, hansı ki sürətli qərar verməsini təşviq edirsiniz. Müştəri həmin vaxtı alır, amma sonra peşmanlıq yaşayır. Yəni keşke almasa, emosional qərar verir, belə deyək. Ya şimdi bu çok farklı bir konu. Zaten ürününüz o fiyatta değilse, o fiyat algısı yoksa ürününüzde, zaten fiyatlandırmayı yanlış yapmışsınız demektir. Yani siz indirim yaptığınızda alıyorlar ama gerçekten aldıktan sonra o fiyatta olmadığını ürünü anlıyorsa zaten bana göre fiyatlandırma stratejiniz yanlıştır. Yani bunu örnek veriyorum. Yani şimdi Pepsi ya da işte Coca-Cola ya da FMCG'deki başka şeyler markette indirime giriyor. %30 indirimli oluyor bir hafta boyunca. Alınca içen adam pişmanlık yaşamıyor. Bunu bir fırsat olarak değerlendiriyor. Çünkü onun fiyatı kafasında pursuit veriyorsa oturmuş durumda. Ama oturmayan bir şey varsa no name brandlerde olur bu galiba ya da işte private label'larda olur. Ya da ne bileyim yazılımlarda olur genelde, oyunlarda olur. Alırsınız, içeriğini çok bilmezsiniz. Bu indirimde hızlı karar verip alırsınız ama sonra hayal kırıklığı yaşarsınız. Bu da zaten fiyatlandırmada bana göre bir hata var demek. Yani burada zaten şirket doğru davranmıyor. Kaç kere böyle satabilirsiniz ki? Yani bu vur kaç gibi bir şey yapıyorsanız doğru.
Ben piyasaya bir kere mal vereceğim. Malı piyasaya tabiri caizse çakayım. Ondan sonra zaten ortadan kaybolacağım. Okey, böyle bir firmaysanız bunu yapabilirsiniz ama düzgün bir firmaysanız, köklü bir firmaysanız zaten pursuit value'nuz böyle değildir. Cevaplayabildim mi bilmiyorum. Teşekkür ederim. Axırıncı Ramil bəyə idi sual. Şəbnəm xanıma sual üçün təşəkkür edirəm, amma etiraf edeyim ki, mən bir neçə verilişdə, proyektdə qonaq olmuşam, amma hələ mənə belə çətin sual verilməmişdi. Çünki reallığı səmimi şəkildə etiraf eləmək məcburiyyətindəyəm. Yəni olub, bəli, etiraz etmişəm, özdə ən sərt şəkildə etiraz etmişəm. Amma bir çox hallarda da etirazımda haqlı olmuşam və həqiqətən sübut etmişəm ki, əslində problem hardadır, səhv hardadır. Amma işin müsbət tərəfi odur ki, şirkət üçün faydalı tərəfi odur ki, mən o tərəfdə də olduğum üçün artıq marketinqdə ola-ola satışın qayğılarını bilirəm və indi üçün o sualın yaranmaması üçün nə lazımdırsa öncədən edirəm. Teşekkür ederim. Son iki sual zəhmət olsun. Masa 25 və 23. Üzərlə hesab edirəm. Masa 25. Yaxşı, 23, 25. Artıq götürülüb mikrofon. Okey. Bizim odadan Sahilə Göyüşova, salamlar hər birinizə təkrar. Sualım Ənvər bəy olacaq. Hər bir müştərinin alış davranışı var və buna təsir edən müəyyən amillər var. Bəs sizin satış sahəsində bildikləriniz sizin alış davranışınıza necə təsir edir? Müsbət, mənfi və ya təsir edirmi? Çok ufak destek alacağım. Tam duyamadım ya. Hər bir müştərinin alış davranışı var və buna etki edən bir sıra amillər var. Siz bir müştəri olaraq satış sahəsində bildikləriniz sizin alış davranışlarınıza etki ediyor mu? Sizi etkiləyən şeylər, alış kararlarınızı nələrdir? Ben müşteri olarak benim alım kararımı etkileyen evet. şeyler. Anladım. Ya örnek vereyim, kıyafet alırken biraz da bu şeylere göre değişiyor ama örnek veriyorum, ben ürünün şeyini her zaman okurum, kalitesini. Yani bir para verdiğimde karşılığında o kaliteyi alacak mıyım, içeriği ne bunun, bakarım. Yani biraz daha smart davranmaya çalışırım, ürünü tanımaya çalışırım, ürünü araştırmaya çalışırım. Bilmediğim bir kategoriye gireceksem kesinlikle bunu araştırıp girerim, uzmanların fikirlerine bakarım, farklı fikirleri bir test ederim. Yani sadece tek bir uzmanınkine güvenmem, 2-3 uzmanın farklı görüşünden yararlanırım. Son olarak da fiyat karşılaştırması yapabilirim. En ucuz nerede bunu bulabilirim ürüne karar verdikten? O şekilde cycle'ı tamamlıyorum. Benim bu tabii şahsi alışverişim. Ama insanlar bu kadar detaylı bazen bakmıyor. Teşekkür ederim və son sual 25-ci masa xanım. Onu yekunlaşdıraq. Salamlayıram hər birinizi. Əminə Adilzadə, satış analitiki. Mənim sualım Ramil bəyədir. Bilirik ki, müştərilərlə birbaşa əlaqədə daha çox satış komandası olur və onların tələblərini, bazarın nəbzini daha çox satış komandası tuta bilir. Belə olduğu təqdirdə satış strategiyasının hazırlanmasında hansı nöqtələrdə marketinqin verdiyi qərarlar daha çox diqqətə alınmalıdır? Tam olaraq sualı anlamadım açığı. Yəni müştəri ilə satışın təmasından danışdınız, sonra da marketinqin strategiyasını dediniz. Yox, ümumi satış strategiyası hazırlananda hansı hissələrdə marketinq komandasının verdiyi qərarlar daha çox diqqətə alınmalıdır? Birinci dediyim kimi, marketinq zaten strategiyanı yazandır və strategiyanın bütün tərəflərində marketinqin rəyləri nəzərə alınır. Çünki marketinqin fikirləri əslində özünün fikirləri deyil, müştərinin fikirləridir. Marketinq müştərinin səsidir bir şirkətdə, marketinq müştərini təmsil edir. Ona görə elə strategiyanın başlanğıc nöqtəsi marketinqdir və onun bütün detaylarında marketinqin fikirləri mütləq nəzərə alınmalıdır və alınır. Təşəkkür edirəm. Təşəkkür edirəm dostlar. İndi qaldı hədiyyələri vermək. Hərəmiz bir nəfəri seçsin. Ən çox xoşuna gələn sual. Ənvər bəy, birinci siz doğru qrupdan hədiyyə çantası olacaq. Kime vereceği? Kimi vereceğim? İlk soruyu kim sormuştu? Bey, orada bey. Siyasi sual. Tamam, size... Gelin, zəhmət yakınlaşalım, zəhmət olmasa.
Yorulmuşuq alqışlamaqdan amma. Güle. Burada çıxmamalıdır, yaxşı. Nahid bəy, siz Çaytek'dən Powerbank, siz seçin zəhmət olmasa. 25-ci masadakı bəy olacaq. Hansı? 25-ci masadakı 25 bəy. bəy xanım. Məncə bəy. Bəy, aha, buyurun. Zəhmət Buradan olmasa məncə yaxınlaşın. real həllə çıxan o olacaq. Ram bəy, ən çətin məncə seçim sizdədir. O qədər sual oldu sizə. Təbrik edirəm. Təbrik edirəm. Şəkil çəkilir. Ram bəy, siz apardan bir aylıq elektrik bike abunəliyi seçəcəksiniz, kimə verəcəksiniz? Kim olacaq bu? Mənim işim biraz çətindir əslində, çünki sual çox oldu, amma bir müəllim mənim fikrimlə razı olmamışdı. Elə hədiyyəni də ona vermək istəyirəm. Mənim deyəsən ikinci dəfə velosipedi qazanırım. Bəlkə başqa, həqiqətən də ki, başqa. Yəni, təşəkkür edirik. Əslində, Nahid bəyin mövzusuna uyğun gəldi. Yox. Nahid bəyin mövzusuna uyğun gəldi. Yox deyərək qalib gəldi. Hə? Təbrik edirik. Təbrik edirəm. Çox sağ olun. Bəndən qaldı. Açığı çətindir. 22 nömrəli masa. 360 dokunuş necə olmalıdır? Kim? Aha, buyurun. Siz yaxınlaşın. Zəhmət olmaz, şəkil çəkəcəklər. Bir dənə də satış driveri misalı. Burada 30 manat hədiyyədir, amma vəzifəsimdən istifadə edib, onu 100 manat eləyirəm. Təbrik edirəm sizi. Jalə xanım, yaxınlaşarsınız, həll edirsiniz. Təşəkkür edirəm. Beləliklə, deməli, təşəkkür edirəm. Möhtəşəm çıxışlar. Mən həzz aldım, ümid edirəm ki, siz də həzz aldınız. Təşəkkür edirəm hər birinizə. Dərin. Təşəkkürlər. Bizim şəklimiz çəkiləcək. Mütləq günün son panelindən sonra moderator və spikerlərin xatirə fotosu və dostlar, son paneli də artıq yekunlaşdırmış oldu.